160 min nəfərin orduya çağırılması ilə bağlı fərman imzalanıb. Gündəm xəbər xarici media istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin hərbi xidmətə yaz çağırışı haqqında fərman imzalayıb. Sənəd rəsmi olaraq dərc edilib. 2025-ci il aprelin 1-dən iyulun 15-nədək ehtiyatda olmayan və hərbi xidmətə çağırılmalı olan 18-30 yaş arası Rusiya vətəndaşlarının 160 min nəfər sayında hərbi xidmətə çağırılmasını həyata keçirmək deyə fərmanda bildirilir. Qeyd eləyək ki, 2024-cü ildə yaz çağırışı 150 min nəfəri, 2023-cü ildə 147 min nəfəri, 2022-ci ildə isə 134.500 nəfəri əhatə eləyib. Artım Putinin Rusiya ordusunun sayının mərhələli şəkildə artırılması haqqında fərmanlarının həyata keçirilməsi ilə bağlıdır. 2020-ci ilin əvvəlində Rusiyada təxminən 1 milyon hərbçi olub. 3 il ərzində ştat sayı isə 1,5 milyon nəfərə qaldırılıb.